olur ki, ana olmağa hazır olmayan qadınlar ola bilmirlər, nəsə baş verir, nəsə prosedurlar və orada xüsusi bir masaj növündən siz demişdiniz, müdaxilə olurdu. Bəli. Bu vagina idi. Vaginal masajlar bizdə. Natiqə xanım, bunu mən heç vaxt eşitməmişəm. Bəlkə mən eşitməmişəm də ola bilər ki, amma bu prosedur necə gedir? Mən bilirəm ki, bununla bağlı xüsusi pasientləriniz də var, çox özəl pasientlərdir. Pasientlərimiz çoxdur. Maşallah nəticələrimiz də var, çox gözəl. Çox gözəl nəticələrimiz var. Gələn ailələrimiz də var ki, bu da çox inandırıram ki, çox sevindirici bir haldır. Mən istərdim ki, bunu bir dənə açıqlama verəsiniz ki, bu nədir, necə olur? Ayten xanım, bu elə ilk növbədə demək olar ki, yenə də gəlir 14 nöqtə enerji var. Bax, burada elə enerji nöqtələrinin də balanslaşması gedir. Vaginal masajları nə vaxt eləyirik biz? Yəni, o da müayinədə bəlli olur bizdə ki, yəni illərdir uşaq istəyirlər, məsəl üçün uşağı qalmayıb. Nədir orada? Bədən buna hazır deyil.